İmam Hüseyin əleyhissalam başda olmaqla Kərbəla şəhidlərimiz, vətən şəhidlərimiz ruhlarını yad edək bu bərəkətli gecələrdə və xüsusi olaraq bu yolda dünyasını dəyişmiş bütün Əhl-i tərəfdarları, o cümlədən mərhum ustadımızın ruhunu yad edib salavat zikr edək. Allahümmə səlli əla Muhammed və ali Muhammed. Dünya yaranandan bütün bəşəriyyətin ən ciddi problemi sevgisizlik problemi olub. Bütün peyğəmbərlərin zamanında insanların həqiqi sevgilərini itirdikləri üçün peyğəmbərlər əziyyət çəkiblər. İstənilən zamanda ilahi övliyalar həmişə cəmiyyətin bu problemindən əziyyət çəkir. Sevgi olmadığı üçün insanlar imamın və Allahın göstərişlərinə əməl etməkdə həmişə süst olurlar. Və yaxud da cəmiyyətin sevgi növü dəyişir. Sevgi növü deyə bilmərik ki, cəmiyyətdə ümumiyyətlə heç sevgi olmayıb. Amma deyə bilərik ki, cəmiyyətin sevgi növü dəyişir, həqiqi sevgi öz mahiyyətini dəyişir. İnsanlar duyğusal sevgi ilə yaşayırlar. Sevgi çərçivələri çox balaca olur. Amma ilahi əmrlərə itaat eləmək üçün, onları həyata keçirmək üçün insanlar emosional deyil təkcə və duyğusal deyil, dərin sevgiyə sahib olmalıdırlar. Elə bir sevgi ki, insanı özü boyda olmaqdan çıxara bilsin. İnsanı mən çərçivəsindən kənarda da yaşada bilsin. İmam Hüseyin əleyhissalamla bağlı dünən müəyyən qədər müqəddimə qurdum deyə bugün istəmirəm çox yorum sizi. İmam Hüseyinlə bağlı əgər müzakirə etsək, Mədinədən başlayaq. Çünki başlanğıc oradadır. Bu mövzunu orada biraz müzakirə eləyək. İmam Hüseyin əleyhissalam ittihamlara məruz qalır. Ona görə ki, Mədinədən niyə çıxdın? Həm insanlar o zamanı təhlil eləyə bilmirlər. Müəyyən insanlar var ki, onlar ümumiyyətlə xəbərdar deyirlər. Söz nədəndir, mövzu hardadır, nədən gedir. Xəbərləri yoxdur. Amma bu işlə dini araşdırma ilə məşğul olan insanlar da bu söz desələr ki, İmam Hüseyin Mədinəni niyə tərk elədi? Burada nəsə şəxsi qərəzlik var. Burada artıq İmam Hüseyin əleyhissalamın haqqında deyilən bu mənfi sözlər ittihamdır. Böyük cinayətdir. İlk öncə Mədinənin vəziyyətini biraz müzakirə edək. Bu dediyimiz sevgi mövzusu Mədinədə necə idi? Səhv etmirəmsə, keçən ildə müzakirə edirik, danışdıq bilgə ki, küfəliləri təkcə qınamaq olmaz. Təkcə cinayətkar küfəlilər deyil. Cinayətkar küfəlilərlə bütün həmfikirlər o zamanda cinayətkar idilər. Küfəlilər ilk öncə İmam Hüseyni sevirdilər. İmam Hüseyin onların sevgi məktublarını alıb. Bunlarda da bu sevgi var idi. Onlar əvvəldən hazırlaşmamışdılar ki, həyatda böyük arzuları bu deyildi ki, İmam Hüseyni öldürək. Onlar İmam Hüseyni çağırırdılar. Onlar İmam Hüseyni sevirdilər. 10.000 məktub İmam Hüseyin özü küfəlilərin dilindən alıb. 10.000 məktub. Bəzi rəvayətlərdə var 18.000 məktub gəlir İmam Hüseyin əleyhissalama ki, səni sevirik. Sadəcə küfəlilər öz sevgilərini təftiş eləməmişdilər. Problem buradadır. İmam Hüseyin əleyhissalam heç bir problem
ortaya çıxmadan sevilməli bir şəxsiyyətdir. Çünki bu şəxsin kimsə ilə işi yoxdur. Ona görə imamlara gəlib deyəndə ki, biz sizi sevirik, biraz diqqəti, istiqaməti dəyişirdi imamlar. Deyirdi, bizi sevənlər ayrıdır, bizim tərəfdarlarımız ayrıdır. Onsuz da biz özlüyündə sevilməli varlığıq. Bizi sevməmək üçün bəhanə yoxdur. Biz sevilməli varlığıq. Allah bizi elə yaradıb, elə şəxsiyyətir ki, biz sevilməliyik. Nə qədər çıxışlarda eşitmişsiniz, dinləmişsiniz ki, düşmən də Həzrət Əli üçün tərif deyirdi. Dost da tərif deyirdi, düşmən də tərif söyləyirdi. Deməli, problem burada deyil, problem tam başqa cürdür. Sevgi çatışmamazlığı, sevgi hansı formadadır? Sevginin çərçivəsinə boydadır. Biz yapışmışıq Kufədən, ona görə bütün dünyada cinayətkar yalnız Kufəlilər hesab olunur. Yox, Kufəlilər çox ağılsız idilər, o cinayəti həyata keçirdilər. Yoxsa Kufəlilər kimi çoxsu cinayətkar idi tarixdə. Kufəlilərin ağılsızlıqları Mədinə cinayətini örtbasdır elədi. Ən böyük cinayət Mədinədə başlamışdı Peyğəmbərdən sonra. Əyyam-ı Fatimiyyə. Ən böyük cinayət o idi. Sadəcə Kufəlilərin ağılsızlıqları, Kufəlilərin dünyaya meyilli olmaqları və eyni zamanda sevgidə iddialı olmaqları onları dünyanın ən çirkin cəmiyyəti kimi tanıtdırdı. Öz tələskənliklərindən, öz səhvlərindən, sevgilərini təftiş etmədən imam çağırmaqlarından. Buna görə Kufəlilərin adı çıxdı. Əl-Kufi la yufi ifadəsi şuarı Kufəlinin vəfası yoxdur. Peyğəmbərdən sonra Mədinədə də deyilə bilərdi. Mədinəlinin vəfası yoxdur. Çünki Peyğəmbərdən sonra ilk zülmə məruz qalan şəxsiyyət Həzrət Zəhra oldu. Niyə təkcə Kufəlilər cinayətkar olsun ki? Kufəlilər cinayətkardır, amma təkcə onlar deyil cinayətkar. Mədinədə İmam Hüseyin əleyhissalam Mədinədən çıxmamışdan İmam Hüseyin Mədinədə qərib idi. Çünki Mədinə cəmaatının vəziyyətini araşdırmaq lazımdır. Onlar İmam Hüseyini necə sevirdilər? Mədinə cəmaatının ciddi problemi idi ki, Kufəlilər İmam Hüseyini öldürdülər. Mədinə cəmaatı imam gözləmirdi. Mədinə cəmaatında intizar anlayışı yox idi. Ona görə İmam Hüseynin qədrini bilmədilər. Baxın, tarixə görün, Mədinəlilər ümumiyyətlə imam yolu gözləyirdilər. Ümumiyyətlə onlar imama ehtiyaclı bilirdilər özlərini. İmam Hüseyin əleyhissalama da məhəbbətləri vardı. Bu həddə idi ki, Peyğəmbərin nəvəsidir, heç kəsə mane olmayan bir şəxsiyyətdir. Bu qədər hörmətləri vardı İmam Hüseyin əleyhissalama. Onların sevgisi tükənən, sınan sevgi idi. Elə ki, Mədinənin ictimai vəziyyəti dəyişdi, İmam Hüseyinə sevirəm deyənlərin sayı azaldı. Elə Mədinədə, hələ İmam Hüseyin Məkkəyə getməyib, Kufəyə gəlməyib. Sevirəm deyənlərin sayı azaldı. Artıq hiss elədilər ki, Yezidin adamları Mədinədə təzyiq göstərmək gücünə sahibdirlər. Təzyiq göstərmək gücünə sahib bilən kimi onları Mədinədə sevənlərin səsi kəsildi. Sevənlərin səsi azaldı. Yadınızda qalsın ki, Mədinə həmin Mədinədir ki, o Mədinədə 25 il Həzrət Əli dərdini quyulara deyib. Mədinə həmin Mədinədir. Niyə təkcə Kufəlilər cinayətkar hesab olunsun? Sadəcə Kufəlilər işi çox aşkar gördülər. Kufəlilər həm sevgisizdirlər, vəfasızdılar, həm də təcrübəsiz. Kufəlilərə hamballıq qaldı, amma proqram başqaları cızdı. Keçən il demişəm, Peyğəmbər sahabələrindən Mədinədə çox az adam qalıb. Çünki İmam Hüseyin əleyhissalamın dövrüdür, hicrətin 60-cı ilidir, artıq
Bir çox sahabələr dünyasını dəyişiblər, qalan sahabələr də çox yaşlıdırlar. Əsasən Mədinədə iş düşüb tabeinlərin əlinə. Bunlar 25 ildir Peyğəmbərdən sonra 25 il imama adi qonşu kimi baxan insanlardır. Bunlar belə baxıblar imama. Həzrət Əliyə hakimiyyəti üçün, öz şəxsi prinsipi üçün çalışıb və əldə edə bilməyən şəxsiyyət kimi baxıblar. İmam Hüseyin bunların arasında qalıb indi. İmam Hüseyin bunlarla üz-üzədir. Amma çalışırlar, bəzən də bunu sevgi kimi, İmam Hüseyinə olan sevgi kimi göstərirlər tarixdə. Çalışırlar İmam Hüseyin əleyhissalama bu yoldan çəkindirsinlər. Getmə, Kufəlilərin vəfası yoxdur. Güya Mədinəlilər vəfalı idi. Getmə, Kufəlilər vəfalı deyil. Maraqlıdır, mən araşdırırdım özümcü ki, niyə görə getmə? Niyə görə İmam Hüseyni getmə deyirlər? Niyə görə İmam Hüseyin əleyhissalamın Mədinədə ictimai məsələlərə müdaxilə etməsini istəmirlər? Çünki əgər İmam Hüseyni sevirəm deyirlərsə, İmam Hüseyni sevirəm deyirlərsə, İmam Hüseyin hər hansı bir ictimai məsələyə, Kufədə gedən proseslərə, Mədinədə gedən proseslərə müdaxilə etsə, artıq bunlar məcburdurlar ki, İmam Hüseynə kömək eləsinlər. İmam Hüseynə kömək etmək zəhmətini nəzərə alaraq, İmam Hüseyin özünü də bu işdən çəkindirirlər ki, özləri zəhmətə düşməsinlər. Məsələ İmam Hüseynin canı deyil, məsələ öz komfort həyatlarının pozulmasıdır. Öz rahatlıqlarının pozulmasıdır. Artıq onlar öyrəşmişdilər dinc və sakit yaşamağa. Biz münaqişə istəmirik. Biz artıq meydan istəmirik. İmam yox, kim gəlir gəlsin. Biz sakit yaşamaq istəyirik. Və bu həyata razılaşırlar. Və eyni zamanda öz ailələri üçün qorxurlar. Öz yaxınları üçün qorxurlar. İmam Hüseyin əleyhissalam şəxsi duyğusal, instinkt istəklərin, sevgilərin qurbanıdır. Kufədə sevgi olsaydı, Mədinədə sevgi olsaydı sizcə, niyə görə İmam Hüseyin Mədinədən Kufəyə gəlməli idi? Elə Mədinədə öz iş prosesləri idarə eləyərdi. Belə deyə yox. Deməli, İmam Hüseyin əleyhissalam Kufədə deyil. İmam Hüseyin əleyhissalam Mədinədə qərib olub, Kufədə qərib öldürülüb. İmam Hüseyin əleyhissalam artıq şəxsi, emosional, egoist sevgilərin qurbanına çevrilmişdir Mədinədə. İmam Hüseyin niyə görə Peyğəmbərin məzarı kənarında Peyğəmbərə ümmətdən şikayət edir? İmam Hüseyin Peyğəmbərə ümmətdən şikayət edəndə Kufəlilərdən şikayət eləmir. Bütün müsəlman ümmətindən şikayət edir. Deməli, bütün müsəlman ümməti İmam Hüseyin əleyhissalamın qətlində şərik olublar. Bütün müsəlman ümməti. Nəyi gözləyirdilər? Deyirəm, Mədinəlilər çox hiylə görmüşdülər. Mədinəlilər çox bacarıqlıydılar. Mədinə şəhəri xüsusi bir şəhər idi. Çox müharibələr görmüşdülər, davalar görmüşdülər, prosesləri izləmişdilər. Avam deyildilər, amma Kufəlilər avam idi. Çox avam idi. Ona görə Kufəlilər istifadə olundu bu yerdə. Çox prosesləri izləmişdilər deyə elə rəftar edirdilər ki, İmam Hüseyni də saxlaya bilsək, yaxşı olar. Amma İmam Hüseyni belə saxlayaq ki, İmam Hüseyin bu proseslərə müdaxilə eləməsin. Müdaxilə etməsin. Niyə? İmam Hüseyin Mədinədə o proseslərə müdaxilə eləsə, Yəzid Mədinəyə qoşun çəkə bilər. Yəzid Mədinəyə qoşun çəksə, Mədinədə rahatlıq pozulacaq. Dediyim, bu rahat həyatı pozmamaq üçün İmam Hüseynin işinə belə mane olmağa çalışırdılar. Və bir də İmam Hüseyin onlar üçün Allah tərəfindən təyin olunmuş imam məqamında deyildi. Bunu diqqətə almaq lazımdır. Necə ki, Həzrət Əli idi onlar üçün, istədikləri sözü Həzrət Əliyə deyirdilər. İstədikləri münasibəti Həzrət Əli ilə qururdular. Həmin şəhərdir. Həmin şəhərdir
Mədinədə bilirsiniz kimlərdir? Mədinədə o adamlardır ki, İmam Hüseynin anası öldürüləndə səslərini çıxarmadılar. Kufəlilər daha çox cinayətkarlar, yoxsa bunlar. Mədinədə proseslər düzgün həll olsaydı, əgər Kufəyə məsələ qalmayacaqdı. İmam Hüseyin əleyhissalam öz cəddi Peyğəmbərin şəhərindən, Mədinədən, mərkəzdən idarə eləyəcəkdi hər şeyi. Amma Mədinəlilər o qədər biganə idilər ki, o qədər vəfasızdılar, o qədər onlar özlərini istəyən idilər, İmam Hüseyin qərib oldu. İmam Hüseyin öz ifadəsi ilə deyirəm, dünən də qeyd elədim, ya Əbu Abdillah, niyə Mədinədən çıxdın? Niyə gedirsən Mədinədən? Qal Mədinədə. İmam Hüseyin buyurur, əgər qəta quşunu öz yuvasında rahat yaşamağa qoysaydılar, öz yuvasından ayrılmazdı. Deməli, İmam Hüseyni Mədinədə yaşamağa qoymurlar. Yezdin nümayəndəsi oradadır. Vəlid ibn Ütbə Mədinədədir. İmam Hüseyni gecə ilə çağırdı beyətə. Hələ İmam Hüseynin nüfuzundan Mədinədə qorxurdular ki, İmam Hüseynin nüfuzu vardı. Babasının şəhəridir, atasının şəhəridir. İmam Hüseynin nüfuzu var idi orada. Gecə ilə beyət etməyə çağırdı onu ki, Yezidə beyət elə məsələlər həll olsun. Həm də çalışırdı ki, İmam Hüseyni mən öldürməli olmayayım. Bir yolla təhrik edib İmam Hüseyin Mədinədən çıxsın. Və İmam Hüseynə tapşırdı ki, heç kəsə demə. Kimsəyə demə, mən səni beyətə çağırmışam. Xəlvəti İmam Hüseyndən Yezidə beyət almaq istəyirdi. İmam Hüseyin də baxdı, dedi ki, mənim kimilər, Yezid kimiləri heç vaxt beyət eləməz. Beyətlə razılaşmadı. Xəbərlər getdi, artıq Mədinədə vəziyyət çətinləşir. Mədinədə vəziyyət çətinləşir. Vəziyyətə baxın. Mədinədə vəziyyət çətinləşir. İmam Hüseynə kömək eləmək istəyən yoxdur. İmam Hüseynə dəstək olmaq istəyən yoxdur. Bu tərəfdən də Kufəlilər yazırlar ki, biz səni sevirik. İmam Hüseyn şər'i qaydaya riayət etməlidir. Onlar məni köməyə çağırırlar. Kufəlilər cinayət işlədəcəklər. Nə qədər ki, cinayət işlətməyiblər, onlara cəzalandırmaq düzgün deyil. Məhz şəriətin qayda qanunudur. Ona görə onlara tərəf gedir. Sevgi azlığıdır. Bu sevgi azlığı təkcə Mədinəlilərin, Kufəlilərin, Səudiyyə Ərəbistanda yaşayanların deyil. Bugün bütün dünyada həmən prosesdir. İmamların hədislərinə baxın, Müslim ibn Əqil nə deyir? İbn Ziyada çox adamın ürəyini ağrıdan söz deyir. İbn Ziyadın qarşısına getirirlər Müslim ibn Əqili. O fəxrlə Müslimi əyləşdirir qabağında. Onu üzr istəyirəm ifadəmə görə alçalmaq niyyətinə əyləşdirir qarşısında. Müslim ibn Əqil deyir ki, Kufəlilərin sevgisizliyi olmasaydı, sən məni heç vaxt ayaqla gətirə bilməzdin. Görürsünüz, kim eləyir bunu? Cəmiyyət bu vəziyyətə gətirir, gəlir. Cəmiyyət belə bir şey formalaşdırır. Cəmiyyət elə bir vəziyyət yaradır bəzən ki, ən pak insan, ən namərd adamın ayağına getməli olur. Cəmiyyət bu vəziyyəti yaradır. Əgər cəmiyyət olsa, heç vaxt imamla, Allah övliyası ilə heç kim bacarmaq qüdrətində deyil. Çünki bu sonsuz bitib tükənmək bilməyən bir ünvandan qüdrət almaqdadır. Onlar hamısı özü boyda qüdrətləri var. Mümkün deyil Allah övliyası da bacarmaq. Mümkün deyil imamla bacarmaq. Çünki imamın ağlından üstün ağıl yoxdur. İmamın zirəkliyindən üstün zirəklik yoxdur. İmamın sevgisindən böyük sevgi yoxdur. Problem haradadır? Problem buradadır ki, insanlar özləri üçün çalışırlar. İnsanlar özlərini düşünürlər. İnsanlar öz həyatları haqqında ciddi məsuliyyətlidirlər. İnsanlar Allahın tapşırıqları haqqında ciddi məsuliyyətli deyirlər. Problem buradadır. Bütün zamanlarda bu yolu gedənlərin, bu yolun başında olanların ən ciddi problemi bu olur. Bir yerə gəlir, çatır ki, Həzrət Əli əleyhissalam buyurur Kufədə ki, ilahi, al məni bunlardan, özləri kimi birini ver bunlara, bəlkə başa düşsünlər. Həzrət Əlinin zamanında. Qalıb sanki Həzrət Əli bunlar üçün nə eləsin ki, başa düşsünlər ki, nə cinayətlə məşğuldular. Nə vaxtacan özün üçün çalışacaqsan, nə vaxtacan sənin dindarlığın özə məxsus olacaq.
özünə məxsus olunan, özünə məxsus etdiyi dindarlığı hər kəs yaşasa, mütləq gec-tez ya imamdan önə keçəcək, ya imamdan geri qalacaq. Mütləq belə olacaq. Əl-mütəqəddimu ləhum mariq vəl-mütəəxxiru anhum zaiq. Hər kəs onlardan qabağa keçsə dindən çıxdı, hər kəs onlardan geri qaldısa zay oldu, getdi həyatı. Bütün ibadətləri ilə birgə zay oldu, həyatı getdi. Biz bu gecələrdə çalışacağım ki, danışaq bu barədə ki, sevgini tərbiyələndirək. Biz sevgimizin tərbiyəsi ilə məşğul deyilik. Sevgimizi başlı başına buraxmışıq. Hara gedirsə gedir. Nəyi istəyirsə veririk. Nəyi istəyirsə qazandırırıq ona. Sevgini görə tərbiyələndirəsən. Hətta evladınla belə sevgini görə tərbiyələndirəsən. Ailənlə görə sevgini tərbiyələndirəsən. Cəmiyyətlə bağlı sevgini tərbiyələndirəsən. Bəzən emosional istəklərim sənə deyəcək ki, yox, sevgi ver, nə istəyir ver, amma yox. Həqiqət deyir ki, bəzən vermə. Bəzən vermə. İmamların cəmiyyətlə yaşadıqları problem harada olurdu? Onlar şəxsi istəkləri ilə imama yaxınlaşırlar ki, bu istəklər onlar üçün həyata keçsin. İmam da vermirdi, düşmən olurdu imam. Vermədi. O istəyir şəxsi istədiyi kimi imamla münasibət qursun, imam onunla münasibətini Allah istədiyi kimi qurur. Və ziddiyyət yaranır, nəticə etibarilə günahkar kim çıxır? İmam çıxır. Demişəm, bir nəfərin çəpəri yolun içində idi, biraz yola çəkmişdi çəpərini. Gəldilər, dedilər ona ki, bəs sən cəmaatın haqqına girirsən də, çəpəri çək arxaya. Həzrət Əlinin zamanında idi. Həzrət Əliyə dedilər, Həzrət Əli gəldi də çəpəri çək arxaya. Həzrət Əlinin qulağına deyir ki, mən sənə səs verənlərin içində idim ha. Yəni, mənim üçün, baxım görüm elə də, yəni güzəşt elə mənim üçün. Həzrət Əli də baxdı ona, dedi, elə mənə səs verdiyi görə yeri cəmaatın haqqına girməyəsən. İnsanların haqqına girməyəsən. İmamla istədiyi kimi münasibət qurmaq istəyir. Bu qeydi də vurum, yavaş-yavaş yekunlaşdırıram. Sual yaranım sizdə, görəsən Mədinəlilər hansı imamı gözləyirdilər? Görəsən Mədinəlilər dünyaya imamın hakim olmasını istəyirdilər? Ümumiyyətlə Mədinəlilərdə imam intizarı anlayışı var idi. Bunlar necə gözləsinlər ki, imam yanlarında da biganədirlər. Onda Mədinəlilərin dini anlayışı, istisnalar var içində. Mədinəlilərin dini anlayışı nə idi? Mədinəlilərin Peyğəmbərdən əldə etdikləri din, onların Mədinə adət ənənəsinə çevrilmiş bir din idi. Bütün qabağında əyilməkdənsə, bütpərəst xasiyyəti ilə məsciddə əyilib durmaq daha yaxşıdır. Bu xasiyyətlə yaşayırdılar. Sizcə intizar gözləyənlər, intizar yolu çəkənlər, deyirsiniz ki, intizar hara, Mədinə hara? Həzrət Əli buyururdu ki, kaş İmam Zamanın dövrün mən görəydim, orada xidmətçi olaydım. İmam Zaman əleyhissalamın dövrü hara? Həzrət Əli hara? İntizar şəxsin gəlişi deyil. İlahi əmrin bütün dünyaya nizamlı şəkildə hakim olmasıdır. Həzrət Əli ondan danışır. İntizar şəxsin gəlişi deyil. İntizar irəli gedə bilən adama, insanların xeyrini düşünə bilən adama, insanları xoşbəxt edə bilən adama kömək eləyib bəşəriyyəti xoşbəxt eləmək anlayışıdır. Məsələ şəxs görüşü deyir ki, biz deyək ki, Mədinədən İmam Zamanın zuhuruna nə qədər var? Məsələ şəxsiyyətin, şəxsin görüşü. Ona görə də bugünün özündə də bəzən görürsən, möminlər çalışırlar, görürsən İmam Zamanın nə vaxt görəcəyik? İmamın naibin görür, imamın tərəfdarlarını görür, qarşı çıxır, amma imam görmək istəyir. Çox çətin olacaq bu. İmamı görüb fikirləşməsin insan ki, imamla görüşdə nə bəhanə eləyə bilərəm ki, imama dost olmayayım, imama kömək eləməyim. O qədər bəhanələr var ki. Zamanda sən nə qədər bəhanə eləyəcəksən? Zamanda nə qədər bəhanə çıxara biləcəksən ortaya? Yadda saxlayaq. Necə ki, İmam Hüseyin əleyhissalam
özündən qabaq müslimi göndərmişdi iddialı bir cəmiyyətə. İmam Zaman da özündən qabaq müslim göndərir. Tapmaq lazımdır. Cəmiyyət o müslimlə necə davranacaqsa, imamla da o cür davranacaqlar. Müslim o müslim cəmiyyəti böləcək mənfiyə və müsbətə. İntizar anlayışı Mədinələrdə olmadığı üçün imamın biganı yanlaşdılar, imama kömək eləmədilər. Yəni, yırtıcı küfəlilərin əlinə İmam Hüseyni Mədinəlilər verdi. Yezdi hələ qoyun kənara. Yezid bütün cinayətlərini bu cəmiyyətin beyninin üzərində eləyib. İbn Ziyad bütün bugün də bir dəstə insan hələ də o Yezdə lənət oxumaqdadırlar. Hələ də başa Yezidi tanımayıblar. Muaviyyənin oğlu Yezidi tanımayıblar hələ. Başa düşmürlər prosesdir. Və düşünür hələ də bugün İmam Hüseyni şəhid eləyən İbn Ziyada lənəti ona görə oxuyur ki, ahirətdə savabın var. Hələ də eqonun içindən çıxmayıb. Ciddi problem bundan ibarətdir. İmam istəyir ayılsın, imam istəyir başa salsın, imam istəyir düşüncə ilə ardicə çəksin. Mədinədən çıxan adamın ürəyi burada ağrıyır. Mədinədən çıxanda kimsəyə demir mənlə gəlin. Çıxır Mədinədən. Amma gəlib dayanırlar yanında ki, getmə də, getmə. Qal bizim yanımızda. Qal bizim yanımızda yəni nə? Hamı da bilirlər ki, Muaviyyənin oğlu Yezid Peyğəmbər dinini hansı vəziyyətə salıb? Vallahi hamı bilir bunu. Amma bununla bağlı deyirlər. Baxın, imama kömək eləmədilər. Üzr istəyirəm. İmama kömək etmədilər ki, öz bizim gözəl, şirin həyatımız pozulmasın. Elə? Sonda nə oldu? Yezid Mədinəyə qoşun çəkmədi. 3 gün onların qızlarını, gəlinlərini özünə halal etmədi. İmama kömək etməyən bütün cəmiyyətlər bu bəlanı dadacaq. Bütün cəmiyyətlər bu bəlanı dadmasa dünyadan göçməyəcək. İmama kömək etməməyin bəlasıdır. Bilirsiniz kimlər öldürüldü Mədinədə? Sahabələr öldürüldü Mədinədə Yezidin zamanında. 3 gün Peyğəmbər Mədinənin bütün namusunu öz qoşununa halal elədi. Tarixin ən məşhur hadisələrindəndir. Amma onlar ki, Yezid görək Kufəyə gəlməzdi ifadəsini qışqıra deyirlər. Niyə görə o hadisəni çox önə çəkmirlər? Niyə? Niyə görə o hadisədən danışmırlar? Peyğəmbər şəhəri, Yezid Peyğəmbər şəhərini qoydu atların ayağının altında. Peyğəmbər məscidinə qoşunu girdi atlarla. Peyğəmbər məscidin abrını apardı Yezid. Niyə o işıqlanmır? Bax, oyunu belə oynayırlar. Kufəlini o qədər cinayətkar təqdim edirsən ki, Mədinəlinin cinayəti yaddan çıxır. Oyunu belə oynayırlar. Amma ciddi problem buradadır. Mədinəlilər Peyğəmbəri tarixi bir şəxsiyyət kimi həyatlarında saxlarlar, qoy qalsın bizim üçün. Bizim belə bir şəxsiyyətimiz olur. Amma Peyğəmbər dediyi kimi yaşamalılar. Quran buyurur ki, Muhammedun Resulullah Əl-ləzinə mə'əhu, onlar ki Peyğəmbərlə bir xəttdə yaşayırlar, əşiddəhum aləl-kuffar və ruhaməu beynəhum, kafirlərlə şiddətli davrananlar, öz aralarında mehriban. Yaxşı, Yezid hamı bilir ki, Peyğəmbərin dininin başına nə oynaşırdı? Niyə bəs belə davranmadınız? Niyə görə onunla mehriban mövqeyi tutdunuz? Niyə görə səsinizi çıxarmadınız? Deyir, susqunluğa gətirib gələn sevgi əslində cinayətdir. O sevgi ki, səni fədakarlıqdan qoyacaq, o sevgi ki, sənə fədakarlıq verməyəcək, o sevgi ki, sənə sevdiğimin başına bəlaların gəldiyini hiss eləyəndə, görəndə susqunluq verəcək sənə, sənin qəlbində bir cinayət gəzdirirsən. O sevgi deyil. Görəsən, Mədinəlilərin evladlarının başına bu hadisəni açsaydılar, necə reaksiya verəcəkdilər? Sizcə?
Bəs niyə görə Peyğəmbər balası aranızdan gedir, yanmadınız? Küfəllər vəfasızsa niyə görə qoşulmadınız Peyğəmbər balasına? Axı siz onun cinayətkarların əlinə verirsiniz. Belə deyil. Siz onun cinayətkarların əlinə verirsiniz. Niyə köməyə getmədiniz? Hüseyin sizə qulaq asmadı. Niyə onun canını qorumaqda yerinizdən tərpənmədiniz? Amma Mədinədə İbn Abbas İmam Hüseyin əleyhissalama deyəndə ki, ya Əbu Abdillah, getmə, küfəllərin vəfası yoxdur. İmam Hüseyin qəbul etmədi bu mani olmağı. Sonra dedi ki, heç olmasa Zeynəbi aparma özünlə. Dedi, Zeynəbi aparma. Deməli, prosesi başa düşməyib də bu. Deməli, bu prosesi başa düşməyib. Heç olmasa Zeynəbi aparma. Xanım Zeynəbin mövqeyinə baxın. Gəldi, dayandı İmam Hüseyin ağanın yanında. Dedi İbn Abbas'a, İbn Abbas, sən Hüseyni nə vaxt Zeynəbsiz görmüsən ki, indi deyirsən Zeynəbi aparma. Mövqey budur. Qadın kişi prinsiplərini, mərdlik prinsiplərini həyata keçirir, İmam Hüseyni yolundan saxlamaq istəyirlər. Biz bunlar nə işə oxşayır? Həzrət Əli əleyhissalama dedilər ki, yəni, əvvəl dedilər döyüşək, qışqırdılar. Siffeynin düz ortasında Həzrət Əliyə dedilər ki, döyüş saxla. İmam burada məzlum olur. Düz Siffeynin sonudur, Həzrət Əliyə dedilər ki, döyüş saxlamasan, boynuvu qılıncla vuracaq. Bunların imamla yola çıxmaq məntiqləri budur. Belədirlər. Amma İmam Hüseyin onlara məhəl qoymur. İmam Hüseyin görür ki, burada vəziyyət düz deyil, amma onlar da məni çağırıblar. Ora gedə bilərəm, ilahi əmri başa düşür, gedir Peyğəmbər məzarı ilə vidalaşır. Dünən qeyd elədim, çıxır Mədinədən. Mədinədən çıxır, gəlir Məkkəyə, görür ki, cinayətkarlar həm də Məkkədədirlər. İmam Hüseynin rahatlığı yoxdur. Həm də Məkkədədirlər. Kəbə evinin ehtiramını qorumaq üçün İmam Hüseyin əleyhissalam Məkkədən də çıxır. Hacı təməttünü çevirir ümrəyə, Məkkədən çıxır. Hər bilirsiniz bunu. Gəlir Kufəyə doğru. İmam Hüseyin gəlir Kufəyə doğru. Yolda Müslümin şəhadət xəbərini eşidir. Bir söz deyib Müslüm haqqında İmam Hüseyin əleyhissalam. Adamın ürəyi parçalanır. Görün şəxsiyyətin əzəmətinə, böyülüyünə baxın. Xəbər çatır ona ki, Müslüm şəhid olub. İmam Hüseyin bir sürü ifadə işlədir onun haqqında. Deyir ki, Müslüm kimi dostu şəhid olanın bundan sonra bu dünyada qalmağa heç bir mənası yoxdur. İmam Hüseyin deyir Müslüm haqqında. Yəni, o vəfasızlığın, o tikanlığın içində bir gülək İmam Hüseyin əleyhissalam ki, Müslüm dadı. Bir dostu var ki, onun haqqında belə deyir. İmam deyir, Müslümdən sonra bu dünyada qalmağın mənası yoxdur. Kim səni özü ilə gəlməyə vadar eləmir? Nə Mədinədən, nə Məkkədən, heç kimi özü ilə gətirməkdə İmam Hüseyin həvəsli deyil. İmam Hüseyin təhqiqdir ki, bu yol çox işıqlı yoldur, çox nurani yoldur və eyni zamanda çox zəhmətli yoldur. Kim bacarmayacaqsa, kimin sevgisi azsa qırılsın. Çünki bu yolun nəticəsi 1400 il bundan sonraya da bəs eləməlidir. İmam Hüseyin belə gəlib. Bu məntiqlə gəlib. Məkkədə deyir onlara ki, mən haccımı çevirirəm ümrəyə, qurban kəsmirəm, gedirəm Kufəyə doğru. Kufəlilərin mənə ehtiyacı var. Məkkədə nə qədər məktub alır. Kufəlilərin mənə ehtiyacı var. Çıxırlar İmam Hüseynlərə yenə. Vallahi o dönük insanlar var, üzr istəyəm ifadəmə görə belə deməyə məcburam. Qəlbi dönən insanlar var. Qəlbi xəyanətkardır. Həmişə nəsə bir xəyanət eləyəcək. Onların əlindən imam nələr çəkib. Deyirlər, yox, sən nə danışırsan? Biz qurbanı kəsməsək, Məkkədən çıxan deyilik. Hərdən deyirik ki, bağlanmışdılar qurban kəsməyə, ona görə çıxmadılar. Qurban kəsməyə bağlanmamışdılar. Qurbanı bəhanə eləyib,
imamla bu zəhmətə qatlaşmaq istəmirdilər. Qurban bəhanə idi. Kəbə bəhanə idi. Bəhanələrdir bunlar. Özlərini zəhmətə salmamaq istəyi, sevgi azlığı. Sevgi vardı, amma duyğusal idi. Məhəbbət bu qədər idi, fədakarlığa çatmırdı. Fədakarlığa bəs eləmirdi. Əbəlfəz ağamı görür İmam Hüseyin əleyhissalam Məkkədə ki, artıq ayrılacaqlar Məkkədən. Görür Əbəlfəz ağa da burada dayanıb. Deyir ona ki, ya Abbas, sən də bu fikirdəsən ki, haccı ümrəyə çevirək, ondan sonra gedək Kufəyə. Əbəlfəz ağa başını qaldırır, baxır İmam Hüseyin ağanın üzünə, buyurur ki, mənim haccım sənsən, sənsiz haccı nə edirəm? Bu boyda vəfasızlığın içində bu da var. Yəni siz təsəvvür edin ki, bugün bizim burada əyləşməyimizin səbəbkarları 72 nəfərdir. İzah edə bilirəm. Görün nə qədər borcluyuq onlara. O qədər ixlasla, o qədər fədakarlıqla İmam Hüseynə yaxın gəlirlər ki. Deyir, mənim haccım sənsən, sənsiz haccı nə edirəm? Sevgisi çox böyükdür, fədakardır. Gəlirlər artıq, İmam Hüseyin Məhərrəm ayının 3-cü günü çatır Kufəyə, Kərbəlaya daha doğrusu. Çatmamışdan öncə Müslümin şəhadət xəbəri gəlir. Mən istəyirəm bugün Həzrəti Müslimdən danışaq. Sizi dəvət edirəm ki, İmam Hüseynin ürəyimizin başında saxlamaqla daha diqqətli olaq dünyaya. Çünki kulli yevmin aşura, kulli ərzin Kərbəla şuarımız var. Hər gün aşuradır, hər yer Kərbəladır. Daha dəqiq baxmaq lazım dünyaya. Bir nəfər ləkələnmiş insandırsa, ləkəli insandırsa, onun ləkəsini özün tap. Sənə ləkələnmiş insan kimi təqdim edirlərsə, sən də hər fikrə gedirsənsə, sən Kufədə olsaydın, mən Kufədə olsaydım, İmam Hüseyin əleyhissalam haqqında deyilən bütün ləkələrə inanacaqdım. Hamı belə allandılar. Belə allandılar onları. Özün təyin elə, özün tap. Şəxsiyyətləri başqasının dili ilə tanıma, başqasının yazısı ilə tanıma. Öz keyfiyyətinlə tanı, öz baxış tərzinlə tanı. Ola bilsin bir nəfəri sənin üçün o qədər tərif eləsinlər ki, o boyda deyil. Ola bilsin bir nəfəri o qədər pisləsinlər ki, o cür deyil. Ona görə özün ayıq olmalısın. Öz müasir zamanda bir şəxsiyyətli adamı elə bir çirkin şəxsiyyət kimi təqdim etməyi bacarırlar ki, kütülə də gedir əleyhinə. Kütülə də gedir, onu da alacaq. Ona görə çox ayıq olmaq lazımdır. İmam Hüseyin 1400 il bundan qabaqki imam deyil. İmam Hüseyin bugünün imamıdır. Bunu yadda saxlamaq lazımdır. İmam Hüseyin bu mənim zamanımda mənə fayda verə bilmirsə, mən İmam Hüseyini düz başa düşməmişəm. İmam Hüseyini səhv başa düşmüşəm. Müslim Nəqilin şəhadət xəbəri çatır İmam Hüseyinə. İmam Hüseyin buyurur ki, onda Müslimi şəhadət xəbərini aldıqdan sonra deyir, onda da Müslimdən sonra bu dünyada yaşamağın bir mənası qalmayıb. Mən bilmirəm, Müslim nə əzəmətdə şəxsiyyət olub. Təkcə burada yad eləməyib onu. Müslimin sevgisinə baxın. Mənfilərdən danışdıq müəyyən qədər. Gəlin Müslimin həyatına baxaq biraz. Kufədədir, 10.000 nəfər insan Müslimi qəbul edib. Təsəvvür edirsiniz 10.000 nəfər insan nə qədədir? 10.000 nəfər qarşılayıblar, Müslimə beyət ediblər. İbn Ziyad dərhal Kufəyə göndərilir və şəhərin valisi təyin edilir. İbn Ziyad pul, maddi dəstək, eyni zamanda Şam qoşununun çıxıb gəlməsi, təzyiq və qorxu şəraiti yaratmaqla nə iş görür? Sevgilərinə bax. Siz Allah biraz
yaşayaq o zamanda, sevgilərinin gücünə bax. Müslim həmin gecəni tək o tənha qalır Kufənin küçəsində. 10.000 nəfər beyət eləmişdi. Hərdən adam danışmaq istəmir bunları ki, yəni bu boyda cinayəti insanlar necə başa düşsün?